biraz başqa cür deyirəm. Siz şiələrin əxbarı kimisiniz? Yəni Quran və sünnə edirsiniz. Alimlərin icması falan özləri üçün saxlayırsınız. Şiənin əxbarlardır zaten əslində. Sözüm onda deyil. Deməli, gözəl insan. Ümum qaydaya əsasən, qaydana qoyaq da qırağa. Quran və sünnəyə əsasən mömin bir şəxs insanları, cəmiyyəti cəhənnəmə dəvət etməz də, düz. Biz belə başa düşmüşük bunu. İxtilaf yoxdur burada. Siz sözünüzü bitirin qardaş. Okey. Məsələ bundadır ki, bu Buxarıda Əmmar hədisi var. Əmmar hədisində Peyğəmbər orada iki söz deyir. Birinin cavabı vermək olur ki, azğın qoşun tərəfindən öldürülmək məsələsini, məsələn, Sufyan döyüşündə, Muaviyyənin qoşunun içərisində bir toplum var idi, onlar azğın idi. Buna belə cavab vermək olur. Amma Peyğəmbər daha sonra bir şey də deyir ki, ey Əmmar, sən onları cənnətə, onlar səni cəhənnəmə çağırır. Bu mənim üçün maraqlıdır ki, yəni buna nə cavab olar ki, Muaviyyənin qoşunun içərisində də sahabələr zaten var idi. Yəni onlar mömin idisə, niyə cəhənnəmə çağırsın axı Əmmarı? Və Əmmar niyə onları cənnətə çağırsın? Onlar zaten cənnət əhli deyildi mi? Buyurun inşallah. Mən başa düşmək istəyirəm ki, yəni siz bu sualı mənə niyə verirsiniz? Yəni bizim sizlə ixtilaf etdiyimiz məsələdir bu, yoxsa nədir? Yəni bizim sizinlə bir danışığımız mı olub? Yəni hər hansı bir mükaliməmiz mi olub ki, mən sizdə bu şeyə müxalifət etmişəm, bunu məndən soruşsunuz. Onu başa düşə bilmirəm. Okey. Yox, siz əhl-i-sünnə vəl cəmaət etiqadına deyilsiniz, sələfi salih. Siz məni tanımırsınız da qardaşım. Özü dediniz ki, daha doğrusu tanıdığımızı düşünürsünüz. Siz dediniz ki, yox, siz dediniz ki, yəni siz ancaq Quran sünnət deyirsiniz. Düzdürmü? Sizi zahirdə belə tanıyıram. Mən Quran və sünnətə tabeyəm. Mən məhzəblərə filan tabe deyiləm. Əhsən. Yəni bunu mənə yəni deməyinizin bir mən başa düşə bilmirəm ki, yəni bunu nə üçün mənə deyirsiniz? Mən onu anlamıram. Bu bir. İkincisi, sözü gedən məsələ haqqında mən danışmışam. Bir neçə dənə mənim videom var. Orada o məsələlərin hamısına mən cavab vermişəm. Dediyiniz Ammar hədisi də zaten isnad yönündən səhih deyil. Hədisin səhih olmadığını da bəyan etmişəm. Biz o hədisin zəif olduğuna etiqad edirsiniz. Biz o hədislə istilal etmirik ki, siz onu mənə hüccət gətirəsiniz. Bu məsələnin bir tərəfi. Digər bir tərəfdən nə Ammarın, nə də qarşı tərəfin, hər hansı bir şəxsin haqqında mənim bir cavabdehliyim, sorumluluğum yoxdur ki, onu məndən soruşasınız. Başqa bir tərəfdən mənim dinim Quran və sünnətdir. Dediyiniz şəxslər isə Quran və sünnət deyirlər. Doğruları da özlərinədir, yanlışları da özlərinədir. Mən ancaq onlar üçün bağışlanma diləyə bilərəm. Keçmiş nəsillərdir, bizim sələfimizdir. Mən onlar üçün Allahdan bağışlanma diləyə bilərəm. Bu qədər. Okey. Bunu başa düşdüm. Allah sizə razı olsun. Qısa və konkret səlis izləyicilər. Həm də vaxtınızda da alıram, haqqınızı alın. Okey, bunu bildik. Onlar mı mənzilət hədisi haqqında biraz danışaq, yoxsa o hədisi də siz səhih qəbul etmişsiniz? Hansı hədisi? Mənzilət. Mənzilət nə hədisi? Ya Ali, səni mənə nisbətin Haruna Musaya olan nisbətidir. Bu haqqında. Yox, o hədisin səhih sənədləri var, səhih olan ləfsləri var, bəli. O hədis səhihdir, okey. Məsələ budur ki, gözəl insan, mən Qur'ana nəzər salanda, mənim məlum məsələ ki, ərəbcəmdə sizdən zəif olar, araşdırmam da sizdən zəif olar. Yəni, mən düzə-düz səhv olan insanım, yəni hər şey olanda, yəni özümü təkəbbürlə aparmadan sevmirəm. Sizin ərəbinizə məndən güclüdür, araşdırmağınızda, öz məhzəbinizə, öz etiqadınıza əsasən. İşim onda deyil. Məsələ budur ki, Harun əleyhissalam Qur'ana görə Musa əleyhissalama şərik idi, amma nədə şərik idi? Nübüvvətdə düz. Bura kimi düz gəlirəm. Siz sözünüzü bitirin, qardaşım, mən danışacağım. Okey. Biz məsələn, deməli, ayəni bir təqdim eləyim. Deməli, biz Taha surəsinə nəzər saldıqda, Allahın izni ilə, görürük ki, Taha surəsində harca ayə gəlir.
Ayəni tapım. 25-ci ayədə Musa əleyhissalam deyir ki, "Qala Rabbiş rahli sadri." Musa deyir, Rəbbimin köksümü açıb genişlət. Sonra Musa əleyhissalam buyurur ki, işimi yüngülləşdir. Dilimdəki düyünü aç ki, sözümü anlasınlar. Və deyir ki, "Vəcəalli vaziran min əhli." Mənə öz ailəmdən bir köməkçi ver. Haruna əxi, qardaşım Harun. Onun sayəsində mənim gücümü artır. Və əşr deməli deyir ki, "Və əşriqhu fi əmri." Onu öz işimdə ortaq et. Burada ortaq et məsələsi nübüvvətdə idi zaten. Çünki Musa əleyhissalamdan sonra Harun əleyhissalam da peyğəmbər idi, nübüvvət idi, onun elminin daşıyıcısı idi, həm də canişini idi və sər və ilaxır. Ondan elmi miras apardı. Məsələ budur ki, biz də o mənzilət hədisinə nəzər salanda peyğəmbərin sözünə. Orada da deyir ki, ya Ali sənin, birinci Əmir əl-Müminin nisbət verir, sənin mənə nisbətin. Harunu Musa'ya nisbətidir. Yəni burada İmam Ali, Əmir əl-Müminin əleyhissalam olur Harun nisbəti, ümmət peyğəmbəri də sallallahu aleyhi və səlləmdə olur Musa əleyhissalam nisbəti. Sual budur. Əmir əl-Müminin əleyhissalam peyğəmbərdən nübüvvət götürmədi. Çünki peyğəmbər deyildi. Yaxşı, bəs peyğəmbərdən nə də şərik idi? Bitti sualımız. Bəli, bəli. Yəni yenə də deyirəm ki, siz qardaş bu sualları mənə verməyinizi mən anlamını başa düşə bilmirəm. Yəni problem yoxdur. Biz iki eloğlu kimi, və yəni yurttaş kimi danışa bilərik. Problem yoxdur. İstəyirsən belə futboldan da danışa bilərik. Yəni biz eyni ölkənin övladlarıyıq, ikimiz də eyni millətik. Oturub çay da içə bilərik, söhbət də eləyə bilərik. Sadəcə olaraq yəni din, əqidə məsələsində bunları məndən soruşmağınızı mən anlamını başa düşmürəm. Mən indi məsəl üçün sizdən soruşsam ki, sən əl-mənzilə, beyn-əl-mənziləti məsələsində siz niyə belə edirsiniz? Burada niyə belədir? Siz mənə deməzsiniz ki, qardaş, bu Mötəzilə məzhəbinin etiqadıdır. Bunu siz mənə nəyə dikr edirsiniz? Deyərsiniz, haqlı, çünki sizin etiqadınız deyil, o Mötəzilənin sözüdür. O söz Mötəzilənin sözüdür, onlar deyiblər bunu. Yəni, örnək olaraq deyirəm. Yəni də bunları mənlə niyə danışırsınız, onu anlamını bilmirəm. Dediyiniz məsələyə gəldikdə, yəni sizin dediyiniz şeyə cavab olaraq mən bəzi suallar verməliyəm ki, məsələ aydın olsun. Mən öz dinimdə, İslam dinində, kitab və sünnətdə yeganə imam, yeganə öndər, ağzından çıxan sözlər qanun olan, şəriət olan bir dənə insan tanıyıram. O da Muhammed sallallahu aleyhi və səlləmdir. Düzdürmü? Və hər kəsdə qeyd şərtsiz olaraq Rasulullah sallallahu aleyhi və səlləmə itaat etməlidir. Yəni, hər kəs onun qarşısında məmurdur. Məmur da əmr olunan deməkdir. Bunların da başında Əli ibn Abi Talib radiyallahu anh gəlir. O da onun qarşısında məmur idi. Verdiyi əmrləri qeyd şərtsiz yerinə yetirməli idi. Və siz məsəl üçün Buxaridən və ya Müslimdən hədis gətirərək bunun üzərində danışırsınızsa, mən də Buxari və digərlərin rivayət elədiyi hədisdə gətirirəm ki, Əli radiyallahu anh Hudeybiyyədə Rasulullah sallallahu aleyhi ve sellem'in açıq və sarih əmrinə asilik etdi. Həmin vəzifəsini yerinə yetirmədi. Yəni, cavab verə bilərsiniz, mən sizdən cavab istəmirəm. Səbirli olun. Siz danışdınız, siz bitirənə qədər mən susuram. İzin alaraq danışıram. İndi mən də bir sözümü bitireyim. Yəni mən demək istəyirəm ki, sən bunları zikr edərsən, mən deyərəm ki, Buxaridə hədis var ki, Əli radiyallahu anh əmisi Abbas radiyallahu anh Rasulullah sallallahu aleyhi və səlləmdən yaşca böyük idi. Deməli, İmam Əlidən də neçə yaş böyük idi. Əmisi Abbası söyür. Torpaq üstündə bir-birlərini söyürlər. Bu da Buxaridə var. Yəni bunları zikr etməyin, səbirli ol, bunları zikr etməyin bir mənası yoxdur. Mən bayaq da dedim ki, mən onlar üçün Allah subhanahu wa ta'adan xeyri bərəkət diləyərəm, onlar üçün bağışlanma diləyərəm. Onların etdikləri əməlləri məni bağlamır. Mənim üçün bu dində bəşərin içərisində yeganə imam Muhammed sallallahu aleyhi və səlləmdir. Onun sözü şəriətdir. Hər kəs onun qarşısında məmurdur, hər kəs onun əmrinə amadədir. O nə əmr verirsə yerinə yetirməklə mükəlləfdir. Bu Ömərə də aiddir, Həsənə də, Hüseynə də aiddir, Əliyə də aiddir, hər kəsə aiddir. Allah hamısından razı olsun. Yəni bunları burada zikr etməyi mən heç bir anlamını görmürəm. Onlar bir bəşər idilər, bir ümmət idilər, gəldilər, keçdilər. Onların etdikləri ona, bizim etdiyimiz bizədir. Mən onların haqqında soruşulmayacam. Ki mənə soruşulsun ki, Əli radiyallahu anh niyə belə etdi və niyə belə etmədi. Yəni bunlardan mən soruşacaq deyiləm. Nə kitab, nə sünnət mənə bu barədə demir ki, sən onlar haqqında soruşacaqsan ki, bunlar niyə belə etdilər. Ona görə də mən mükəlləf olmadığım bir şey barəsində uzun-uzadı danışmağın bir faydasının olduğunu düşünmürəm, qardaşım. Aydın, icazə olar. Buyur.
Məsələ buna ibarət idi ki, gözəl ayə vurğuladınız. Bir ayə də mən istəyirəm deyəm. Quran-Kərimdə bir ayə var ki, onların əhvalatına sizə böyük bir nəsihət var. İnne fi qasasihim la ibratan li ulil albab. O bizim için değil. Bizim için değil. Yəni bizim üçün desək mən öz payıma deyirəm. Özümü yəni çox belə ağıllı saymış olaram. Ulul albab özəl üstün ağıl sahibləri deyilir. Çünki lub sözü bizdə Azərbaycanda məsələ özək deyirlər. Yəni ana xətti, ona bax. O yəni özəl belə lub olan ağıl sahibləri üçün ibrət vardır. O ayətlərdən o ağıl sahibləri ibrət çıxarır. Hər kəs ondan ibrət çıxara bilmir. Bəziləri həmin şeyləri özünün əlinə alaraq təsavvuz eləyərək ixtilaf mövzusuna çevirir, təkfirləşmə mövzusuna çevirir, nə bilim bir-birlərini təni etmək, qınamaq mövzusuna çevirir. Çünki o həmin ağılın sahibi deyil. Oradan o lazım olan ibrəti almayıb. Aydın, aydın. Məsələ buna ibarət ki, mənim sizə soruşma məqsəd nə idi? Bu xəlifəlik məsələsində, məsələn biz deyəndə ki, mən Əhl-i Sünnə vəl Cəmaətin etiqadında olan şəxslər danışanda, o özlərinə olan nisbət verənlərlə danışandım. Xəlifəlik məsələsi gələndə, məsəl üçün, sıralamaya görə üstünlüyü tuturdular. Yəni, qısası, mövzum olurdu xəlifəlik bəhsi, kim xəlifə olmalıydı, kim qəsb idi və s. və ilaxı. Siz dediniz ki, bu biraz ixtilafa girir, okey, razıyam. Sadəcə mənim sizlə əlaqə saxlama məqsədi əslində bu idi ki, sizin düşüncəniz bu haqda nədir? Mənə aydın oldu ki, siz bunlarla ümumiyyətlə uğraşmırsınız. Yəni, kim xəlifə oldu, olan oldu, olmayan olmadı və s. və ilaxır. Mən belə başa düşdüm. Sadəcə bu mənzilə hədisində mənə maraqlı gəlir ki, yəni, Quran belə deyir, Peyğəmbər də belə deyir, amma reallığa baxırıq ki, reallıqda elə bir şey olmadı. Yaxşı, əgər elə bir şey olmadısa, siz birinci, ikinci və üçüncünü xəlifələri necə görürsünüz, yoxsa elə haqq görürsünüz? Əgər haqq görürsünüzsə, bu hədisləri necə eləyəcək? Sualın məalı bu idi. Birincisi, dediyiniz, yəni zikr etdiyiniz şeylərin, sizə görə arqument saydığınız məsələlərin zikr olunmasının, bu ən sonda qeyd etdiyiniz xəlifələr məsələsinə, yəni bir bağlantısı yoxdur. Niyə yoxdur? Onu da izah edeyim. Ona görə ki, əgər orada Əli ibn Abi Talib radiyallahu anh'ın hər hansı bir haqqının qəsb olunması söz mövzusu olsaydı, Allahın aslanı dediyimiz, Əsədullah dediyimiz, Allahın qılıncı dediyimiz, Xeybər Fatihi dediyimiz Əli radiyallahu anhu o haqqını hər şəkildə alardı. Hər şəkildə alardı. Demək ki, orada elə bir şey olmayıb ki, orada hər hansı bir haqq qəsbi olmayıb ki, o da buna görə mücadilə etməyib. Ona görə də burada yenə deyirəm, orada məsələlərin hamısını ortaya qoymaq ki, birinci xəlifə kim olmalı, ikinci xəlifə kim olmalıydı, kim olmalıydısa o da oldu. Əgər orada bir haqsızlıq olsaydı, sizdən bizdən 1400 il qabaq Əli ibn Abi Talib yanında oğulları Həsən, Hüseyin radiyallahu anh və digərləri böyük bir ordu ilə çıxardılar. Necə ki, Həsən ibn Əli radiyallahu anh xəlifə olanda elə bir ordu toplamışdı ki, dağlar qədər idi. Həmin şey o vaxt eləyə bilərdilər, haqlarını tələb eləyərdilər. Demək ki, elə bir şey söz mövzusu olmuyor. Əli ibn Abi Talib radiyallahu anhu sizin 12 imam etiqadına görə məsum imamdır, doğrudurmu? Bəli. Məsum imamdır. O bunu etməyibsə, buna qarşı çıxmayıbsa, deməli çıxmaq lazım deyildi. Qarşına çıxılası bir durum deyildi. Ona görə burada nə sizin, nə mənim danışmağımın bir anlamı yoxdur. İndi icazə verin, gözəl insan. Mən sizdən bəzi şeylər soruşum. Bax, mənim Azərbaycanda bir əhl-i şiə dostum var. Bir çox dostlarım var. Yəni, münasibətim yaxşıdır, mehribançılığımız var, birbirimizi əxlaqlı müamilə edirik. Onları mən bəzisindən soruşmuşam. Soruşduğumda təəccüblənib. Deyirəm ki, bax, məscidlərə gedirsən də, ərbəyin vaxtı, digər vaxtları məscidlərə gedirsən. İllərdir məscidlərə gedirsən. Bir dəfə də olsun Allah Azza və Cəlləni birləmək, ona şərik qoşmamaq haqqında xütbə verilibmi, söhbət müizə olubmu? Bir qədər düşünüblər, deyiblər, yox, olmayıb. Və mən Zəngilan rayon sakiniyəm, qardaşım. Mən Zəngilanlıyam. Yəni, bizim bölgə, mən demirəm şiədirlər, özlərinə şiə deyir. Kimi, orada şiədir, heç bir əlamət görməmişəm. Özünə şiə deyən bir bölgədir. Demirəm, yoxdur, olmayıb. Mən görməmişəm. Mən öz aşıq gördüyünü çağırar deyirlər də. Mən, bax, 49 yaşımın içindəyəm. Mən heç bir şiə dəvətçisi, şeyxi, əmmaməlisi, xatibi, moizə oxuyanın heç birinin ağzından çıxan hər hansı bir tövhid xütbəsi mən görüb eşitməmişəm.
Yəni mən sənə bunu tam səmimi deyirəm. Eşitsəm deyirəm ki, məsələn bu istisnadır. Bu vaxt eşitmişəm. Həmin adamlardan da soruşanda onlar da bunu təəccüblədilər. Nə də ki, mən məsələn nə qədər belə baxmışam ki, görüm, hansı Azərbaycanda məşhur olan, yəni şiə dəvətçiləri, İranda, ərəb dilini bildiyim üçün ərəb dünyasında nə qədər şiə dəvətçiləri var. Mən heç birinin tövhiddən dərslərini görməmişəm. Demədim, yenə yoxdur. Görməmişəm, qarşıma çıxmayıb. Və sizlər də misal üçün, bax istəyir sosial şəbəkələrdə olsun, real həyatda olsun, bir dənə şiənin tövhidə dəvət etdiyini mən görmədim, qardaş. Harada oturursan, qarşılaşırsan, birinci xəlifə, ikinci xəlifə və s. məsələlər qabardılır. Sanki bu məsələ həll olunub. Baxın, sən Səbuhi, gözəl qardaş, mən sən deyirəm, yəqin sən yaşda məndən balacasan, böyük qardaşın kimi ərk edib deyirəm də. Sən Səbuhi imanın daha qüvvətlidir, yoxsa İbrahim əleyhissalamın? Əlbəttə ki, İbrahim əleyhissalam. İbrahim əleyhissalam şirkdən qorxurdu. Sən qorxursan, qardaş? Sən qorxuram. Bak qorxursansa niyə o şirklə bağlı bir sual vermirsən? Niyə maraqlanmırsan, qardaş? Niyə Quran-ı Kərimdə şirklə bağlı ayətləri oxumursan? Yəni niyə o barədə danışmırsan, gözəl qardaş? İbrahim əleyhissalam deyir ki, bax, "Və cunubni və bəniyyə en na'budal asnam." Allah Subhanahu taala dua edir ki, məni də, oğullarımı da bütlərə ibadət etməyimizdən uzaq tut. Və cunubni. Düzdürmü? İbrahim əleyhissalam bundan qorxub. Sonra və bunun üçün özəl olaraq təbiri caizsə dua eləyib. Bütün rəsulların gətirdiyi dəvət, qardaş, nədir? Mənə deyə bilərsənmi? Yəni imtahan eləmirəm, səni yanlış anlama. Yox. Bütün peyğəmbərlər, Quranda ayə var, biz heç bir peyğəmbər heç birisinin üstünü yaratmadıq. Burada bizdə təfsilə gəlir ki, yəni bütün peyğəmbərlər la ilahə illallahla gəldi. Yox, o Taftil ayəti başqadır. Bütün rəsulların dəvətini açıqlayan ayət Nəhl 36-dır. Və laqad ba'athna fi kulli ummatin rasulan an i'budullaha və ijtanibut tağut. And olsun ki, biz hər bir ümmətə Allaha ibadət edin, tağutdan istinab edin deyən bir rəsul göndərmişik. Hər bir ümmətə bu peyğəmbər gəlib, bu rəsul gəlib, bu dəvətlə gəlib. Ubudullah və ijtanibut tağut. Qardaş, sizin dəvətiniz niyə bunun üzərinə qurulmayıb? Əgər siz haqq yoldasınızsa, bu hamıya aiddir. Yəni mən səninlə danışdığımsa qədər sənə bunu deyirəm. Niyə qurulmayıb? Qardaş, əslində bunun üzərində qurulmalıdır. Elə deyilmi? Bütün rəsullar bundan gəliblər. Sən cavabımız var elhamdülillah. Buyur. Bizdə indi siz görməmisiniz, ola bilər. Mən siz şiənin alimlərinin, mənim də ustadım olan Acil Şeyx Cavidin məsələn təvhid haqqında, la ilahə illallah haqqında, şərti, xüsusiyyəti, məsumiyyəti haqqında geniş dərslər var. Sadəcə məsələ budur ki, bizdə məsələn təvhid məsələn ancaq bəhslərdə açılır. O bizim bəli zəif yerimizdir ki, bizdə xutbələrdə Əhl-i Beyt əleyhissalamın fəzilətləri daha çox danışılır. Bəli, təvhid az danışılır. Mən bundan sizə razıyam. Mən bundan şərikəm bu sözünüzə. İnşallah ki, Allahın izni ilə Allah bütün müsəlmanları qorusun. İnşallah ki, təvhid haqqında daha çox danışılır. Ona sizə razıyam, ona bir şey demirəm. Amma dərs yoxdur. Bax, mən demədim yoxdur. Ha, bax, görsən belə, xatırla, demədim yoxdur, əzizim. Mən dedim ki, mən görməmişəm. Mən görmədim, bəli, onu diqqət. Mən onu vurğuladım da. Çünki mən bilirəm ki, mənim bilmədiyim, bildiyimdən milyardlarla dəfə çoxdur. Mən aşıq gördüyüm çağırır. Mən rastlaşmadığım üçün onu dedim. Əslində mən sizə tam başqa cür həqiqətən təsəvvür edirdim. Çünki mən sizi başqa cür tanıtdırmışlar. Çox başqa cür, açığı. Ona görə, amma siz görüm yox, sizdə tam başqa cürdür, həqiqətən. Allah sizin ömrünüzə bərəkət versin. Amin, cümləmizə. Allah sizi xoşbəxt etsin inşallah. Cümləmizə. Mən tam başqa şey gözləmişdim, amma tam başqa şey oldu. Tamam, bir də amin, cümləmizə. Bir də mən sənə bir şey də deyim. Yəni, bunu mən illər boyu demişəm, məni tanıyanlar az çox bilirlər. Yəni, mən öz payıma deyirəm. Mən öz payıma deyirəm və mənim yəni bu cür gördüyüm nə qədər müsəlman qardaş bacılarım var ki, onlar da bu cürdülər. Mənim özümün topladığım hədis kitabı var. Bilmirəm, xəbəriniz var, yoxdur. Orada 3-cü cild, Muheymin 3-cü cild Kitab-ül Mənaqibdir də, mənqibələr kitabıdır. Orada Rasulullah sallallahu aleyhi və səlləmin mənqibələri zikr olunandan sonra sahabələrin mənqibələri, yəni digər peyğəmbərlərin və sonra sahabələrin fəzilətləri zikr olunur. Orada
Fatimə anamızın, Əli radiyallahu anhunun, Həsən radiyallahu anhunun, Hüseyin radiyallahu anhunun və digər insanların, Abbas ibn Abdülmütalibin, Abdullah ibn Abbas və digərlərinin fəzilətləri qeyd olunub. Bunların hamısını mən bir-bir öz əlimdən tərcümə etmişəm və onların hər birinə mən iman etmişəm. Yəni bəzi insanlar var ki, yəni məsələn Əhl-i Sünnət deyəndə, Əhl-i Sünnət elə bir böyük tayfadır ki, yəni onun haqqında bir ümumi söz danışmağın çox çətin məsələdir. Çünki çoxdur, böyükdür. 1300-1400 illik tarixi var. %100 əhatə edə bilməzsən bir sözlə, bir cümlə ilə. Yəni Əhl-i Sünnət sanki belə Əhl-i Beyt düşmənidir kimi qeyd edirlər. Əhl-i Şiənin içində də Əhl-i Beytə düşmənçilik eləyənlər var, açıqdan deməsə də. Əhl-i Sünnənin içində olub nasiblər olub. Hər tayfa kimi bunların içində bunlar olub. Amma onların mövcudluğunu bütün Əhl-i Sünnət tayfasına şamil etmək, yəni ədalətsizliyin, cahilliyin zirvəsidir. Onu da mən yəni deyim, onu da bilmiş olasan. Mənim sadəcə olaraq burada vurğulamaq istədiyim bir şey var tövhid məsələsində. Bax, az öncə zikr etdiyim ayət var ha. Eni'budullaha və ictanibut tağut. Orada Allah Azze ve Celle ictanibu dedi. İctinab nə deməkdir qardaş? Heç maraqlanmısan bu ayət kəriməni oxumusan, iman etmisən də. Bunun anlamı nədir qardaş? Heç maraqlanmısan? Yox, təfsirinə baxmamışam. Bax, o bir səndə olan yəni şeydir, belə deyək, qəflət deyək də. Tek səndə deyil ha. O bir çox insanda var həmin qəflət. Çünki Allah Azze ve Celle öz kitabında heç bir ləfsi, heç bir hərfi haşa, yəni boş yerə deməz. Allah bundan münezzəhdir, düzdürmü qardaşım? İndi biz həmin sözə, məsələn, bax, başqa ayətlərdə də biz rast gəlirik. İbrahim Əleyhisselamın dediyində də vardı, ucunu bunu deyir. Biz heç belə maraqlanmırıq ki, bu kəlmənin anlamı nədir? Yəni, ictənəbə nə deməkdir? Və ictənəbənin anlamı, bax, lüğətdən mən baxıram, lüğətdən oxuyuram, əzbərimdən demirəm. Yəni, belə boş yerə qürrələnməyək də, hər şey əzbərimizdə yoxdur. İbtəidu və tənəhhu. Uzaqlaşın, uzaq durun, çəkilin anlamındadır. İctinabın da tasrifinə baxacaq olsan, maddəsi cəmb maddəsidir. Cəmb, cənəbə. Yəni bir kənar, bir qıraq. İctənibu deyilməsinin anlamı gözəl insan. Yəni sən tağuta yəni belə küfr edəsən o yetmir, belə deyim də, belə obrazı desəm. Uzaqda duracaqsan. Uzaqlaşacaqsan da həmin uzaq durmağın da keyfiyyətini yenə Allah Azze ve Celle başqa ayətdə izah edib. Zümər surəsi 17-ci ayət kərimədə. وَالَّذ۪ينَ جِتَنَبُوا الطَّاغُوتَ أَنْ يَعْبُدُوهَا. O kimsələr ki, tağutdan uzaqlaşıblar ona ibadət etməkdən. O ayəti kərimədə Zümər 17-də gözəl qardaşım, bu fayda olaraq danışırıq da. İnşallah faydalanırsan. Orada ən ya'buduha cümləsi ki var. Ən masdardır, mastar hərfidir. Masdarun müəvvəldir. Əvvəllədiyinə istənəbu tağuta ibadətəhə. Tağuta ibadətdən uzaq dururlar. Yəni, ibadətə götürə biləcək, yaxınlaşdıra biləcək hər şeydən uzaqlaşırlar. Yerdə ki, Allah subhanətələ deyir ki, وَلَا تَقْرَبُ الزِّنَا. Zinaya yaxınlaşmayın. Demir ki, وَتْرُكُ الزِّنَا. لَا تَفْعَلُ الزِّنَا. لَا تَرْتَكِبُ الزِّنَا. Zina etməyin demir. Tərk edin deyir ki, yaxınlaşmayın. Tağuta ibadətdən də uzaq durmağı əmr edib Rəbbimiz. Uzaq durmağı. İbadətə götürən nə varsa, bu bir şəxsdə hədddaşmaq ola bilər, bir şəxsi çox sevmək ola bilər, bir şəxsə çox bağlanmaq ola bilər və s. Bunların hamısı tağuta ibadət aparan şeylərdir. Müsəlman bundan uzaq durmalıdır. Mən bunu zikr etmək istədim ki, işimizdə də fayda olsun inşallah, faydalanaq. Allah sizə razı olsun. Maşallah, Allah elimizə belə götürsün. Deyirəm də, mən başqa şey gəlmişdim, amma başqa şey oldu. O başqa şey nə demişlər? Mənə də maraqlıdır. Mənim haqqında çox şey deyirlər. Yəni, bir dənə ensiklopediya yazmaq olar o heç. Məsələ budur ki, mən ümumiyyətlə, bütün adım platformada, YouTube və TikTokda Sabuhi Məhdi Ticanidir. Benim videolarım qabağında çıxmayıb. Mən ən çox necə deyim, bir böyük kimi də olmasın, sizin həqiqətən nə olsun, əqidədə müxalifi, ondan deyir ki, sizin elminiz də məndən qat-qat çoxdur, araşdırmanızda məndən qat-qat çoxdur. Qardaş, onlar nisbi şeylərdir, əstəğfurullah, onlar nisbi şeylərdir. Yox, niyə? Deyəcək sözümə görə üzr istəyirəm. Yəni, mən bəhs janrında çox vaxt danışıram. Yəni, ən çoxları bəhs olur. Yəni, mən məsələn, çox vaxt bəhsə çağırırlar. Bunun Əbu Zeydi olsun, Qamət Süleyman olsun, Yaşar olsun, filankəs, pərdə arxası,
efirə çıxana Samim belə olsun. Hamısında bəhsim olub, əksəriyyətində də video çəkilişlərim olub əksəriyyətinə. Məsələ budur ki, sizi mən deyirlər ki, bəs belə danışansan, get bəs Mürşid Hoca ilə danış. Dedim, Mürşid Hoca kimdir? Dedi, bəs əhl-i sünnə dünyasında bəs sözünü demiş insandır, kitabları var və s. və ilə axır. Dedim, onun bir danışığı, üslubu bir baxmaq istəyirəm də, nə danışır? Sizin YouTube səhifənizi verdilər. Getmək bir də videoya baxdım. Bir də videoya baxanda o insan danışığından, o ərəb cümlədən istifadə eləməyində gördüm ki, həqiqətən də maşallah hər şey yerindədir. Dedim, inşallah müzakirə eləyərik. Görək qardaşın fikri nədir? Çünki mənə dedilər ki, Mürşid Hoca sənin tanıdığın əhl-i sünnə cəmaatının etiqadında deyil, o biraz fərqlidir. Bir toplum var, deyir, İbn Teymiyyə olmasaydı əhl-i sünnət olmazdı. Dedim, biz deyəndə ki, İmam Hüseyin olmasaydı din olmazdı, siz onu deyirsiniz. Bizi niyə elə tutursunuz yaxşı? Bizi elə tutmamız nədir? O sözü deməmiz nədir? Yəni ya Ömər deməmiz nədir? Siz ya Ömər deyirsiniz, biz ya Əli deyirik. Onda bizə niyə elə tutursunuz? Deyir, yəni o tiplərdən deyil. Dedim, hansı tiplərdən dedi ki, alimin ümumiyyətlə icmanı və alimin fikrini qırağa qoyur. Dedim, nədir? Şiənin əxvaliyi kimidir. Çünki mən də şiənin əxbari. Mən mötədiləm şiədə. Mötədil nədir? Həm üsuldan faydalanıram, həm də əxbardan faydalanıram. Yəni orta yol. Çünki mənim elmim o dərəcədə həddə deyil ki, mən üsulçu olum ya da ki, əxbari birbaşa olum, xəbər əhli olum. Dedim, yaxşı danışarım. Sizlə elə danışdım, gördüm, həqiqətən də mövzu Tamaşqa. Sizin fikirləriniz Tamaşqada, ortaq yerlərimiz daha çoxdur. Allah üstünə. Yəni siz radikal deyilsiniz qısası. Siz şiənin üzr istəyirəm dönə-dönə qeyrətə, namusuna halal bilmirsiniz. Şiəni birbaşa müşrik bilmirsiniz. Hüccət çatdırmaq məsələsini falan bilirsiniz və tövhidə çağırırsınız. Yəni burada bizim bir problemimiz yoxdur. Anladım qardaşım. Necə deyim? Mən radikal deyilsiniz qısası. Yox, məsələ sən kiməsə radikal demək, kiməsə nə bilim yumuşaq liberal demək, nə bilim o biraz mənə görə biraz çətin məsələdir. Ola bilsin kimsə bunun əhliyyəti var, rahat bir nəfərə o mütləq olaraq radikaldır və ya mütləq olaraq liberaldır, nə bilim yumuşaqdır və s. deyə bilir. Mən çətin, yəni kiməsə radikal deyərəm, ya da ki liberal deyərəm. Yəni məsələ nədir? Yəni məsələn mən şiə etiqadında olan, yəni kitab sünnətə görə küfr olan şeyləri mən bəyan etmişəm. YouTube kanalında həmin videolar var və davam edəcəm, yəni onları zikr edəcəm Allahın izni ilə. Yəni Qurani-Kərimin təhrif olunma etiqadıdır, başqa məsələlərdir. Yəni şeylərin öz qaynaqlarından bunları zikr edirik. Yəni orada da yəni onun cavabında deyən adamların dediyi şeydir ki, onların hamısı zəifdir. Yəni bu biraz mənə görə absurd iddiadır. Hamısının zəif olmasını, 5 dənəsinin çıxın zəif olduğunu bəyan eləyin ki, İlal elminə görə, rical elminə görə, cərh və tədir elminə görə səbirli ol qardaş, sözümü kəsmə. Bunu bəyan edin. Yəni böyle mütləq olaraq məsələn sən Səbuhi desən ki, onların hamısı zəifdir. Mən onun sözün bir hərfini belə qəbul etməyəcəm. Çünki sən deyirsən zəifdir. Təbiin lazımdır, bir dəlil lazımdır. Sən də isbat eləmədin. Məsələn də əgər sən onun zəif olduğuna doğrudan da inanırsansa, bilirsənsə, həqiqətən də belədirsə, heç mənim üçün də yox, məsəl üçün, öz əqidədaşların üçün bəyan edə bilərsən ki, bax müxalifimizdən Mürşid Yusuf bu hədisi dəlil gətirir. Bu hədis səhih deyil. Səhih olmamasının səbəbi də bax bu ravidir, bu illətdir, bu ittirabdır və s. Belə bir şey mən görməmişəm. Sadəcə olaraq çıxıb deyirlər ki, zəifdir, cavab vermək üçün. Nəsə, yəni mən demək istəyirəm, mən bunları demişəm. Ancaq məsələ nədir? Bir insan iman etdiyi şeyi bəyan edər. Bugün biz müsəlman olaraq bilirik ki, hökm Allaha məxsusdur. Başqasına məxsus deyil. Bizim imanımız bu dindir. Mən sən necə iman edirsən bilmirəm, yəni mən elə iman etmişəm. Amma biz bunun gərəyində yaşaya bilmirik. Bizim buna gücümüz çatmır, bizim buna əhliyyətimiz yoxdur və s. və s. Yəni bu o demək deyil ki, mən iman etdiyim şeyi deməyəcəm. Yəni insan iman etdiyi şeyi bəyan edər, amma insanların qanları, canları, bunlar bu məsələlər mən başqasıyla işim yoxdur. Mənim kimisinin 100 mislinin boyunu 100 min dəfə aşan bir məsələdir. Mən kiməm ki, kimisə qanı haqqında hökm verim, kiməsə nəsə bir hökm çıxardım. Mənim belə bir əhliyyətim yoxdur. Mən dinini öyrənən, dinini yaşamağa çalışan bir insanam. Mən kitab sünnətdən nəyi görürəmsə, onu deyirəm, qardaş, mən Quran sünnətdə bunları görürəm. Siz, qardaş, həmişə deyirəm, bəziləri hücum edirlər. Deyirəm, qardaş, sənin interneti əlindən almışam, əlvi qolubu bağlamışam. Mən səhv danışmıram, qardaş. Çıx bəyan elə də. Sən kim, nə deyir ki? Mənim üstümə nəyə cumursan ki, məni nəyə təhqir eləməyə çalışırsan? Birincisi, qabağa çıxsaq, danışsaq, onu deməyə toxun çatmağa, çənəni sındırarlar. Yəni belə şeydir, belə də sadə dillə danışım da. Yəni orada burada çayxanada Stəkan Nəlbəkinin dalında mürşidi söyməklə, təkfir eləməklə, yəni təhqir eləməklə o cavab olmur axı.
Sənin yanındakı adam adekvat ağıl sahibi birisisə deyəcək ki, bu nə kişidir? Durub burada çayxanada stəkanın dalında gizlən falan kəs təhqir edir. Sözün var get özünə denəndə. Bax sən istədin məndən danışmaq qardaş, danışa bilmədin. Danışırsan da. Yəni onu da onlar da eləyə bilərlər də. Niyə eləmirsən gedib orada burada yəni çıx danış, heç mənə zəng eləmə. Çıx YouTube-da 30 dənə video çək qoy. Deyirəm ki, Mürşid bunu deyir, səhv deyir. Səhv deməyinin dəlili də budur. Mən gəlib alnından öpüm. Sən mərdimədana kişi kimi bunu demirsən. Amma yəni orada burada yəni bu şeylər bizə yəni bir elə müsəlman kimi də yaraşmır, kişi kimi də yaraşmır. Vallahi həqiqətən. Allah, ona görə sizlə əlaqə saxlamaq istədim ki, maşallah, mən düzü sizi tanımırdım. Qardaşlar dedi, müxaliflərdən də məsəl üçün, Əhl-i-Sünnə vəl Cəmaətdə etiqadına olan bəzi tanışlarım dedi ki, belə bir məsələ var, hə, danışmaq istəyirəm ona danış. Dedim, mən yaxşı danışaram. Soruşma etiqad nə dedi, tam başqadır. Tam başqa yəni nə? Tam başqa yəni nə? Yəni qardaş, onu da vurğulayım, amin cümlən. Onu da vurğulayım qardaş. Yəni mən bunları sənə deyirəm ki, yəni mən Şiə haqqında, yəni Şiə də çox tayfalar var. Yəni İsnaşəri olsun, Cəfərisi olsun və s. etiqadlarının təməl kitabları var da. O təməl kitablardan oxuyaraq, orada kitab sünnətə müxalif olan, öz kitablarına, öz yəni üsullarına müxalif olan şeyləri bəyan edirəm. Amma mən bunu yenə deyirəm, orada bu da gizlənib eləmirəm də, çəkirəm videonu, orada mən də görsənirəm, kanalda görmüsən, kitabı da göstərirəm. Oxuyuram, deyirəm ki, qardaş, mən burada bunu belə görürəm, bu şeydir, bu batildir. Bu küfürdür. Amma mən sənə onu da deyim ki, bax, Ayşə anamızı və digərlərini haqqında mundar danışan adamları, şəxsən mən Mürşid, mən ondan kimdən qarşılaşsam, onu mən bilirəm və nə edəcəm. Çünki heç kimin anasına söyə bilməz. Hələ Rasulullah sallallahu əleyhi və səlləmin zövcəsi möminlərin anasına söyə bilməz. Sən fərqli etiqad edirsən, nə edirsən, özün bilərsən. Amma söyüşlə, təhqirlə etiqad dəvət olmur. Yox, söyüşə bizdə mən şəxs özüm əzizdir, mənim ətrafım əzizdir. Söyüş söyən üzr istəyirəm. Mənim qeyrətim o qədər güclü olmalıdır ki, Peyğəmbərin qeyrəti haqqında müzakirə edim. Haşa və kəllə, yəni bu mundar bir şeydir. Ay sağ ol. Anam haqqında danışılsa, mən götürmərəm onu. Mən götürmərəm onu Peyğəmbərə danışsın. Anasına dəyər verən başqasının anasına söyməz qardaş. Bilir ki, onun da dili var da, deyəcək sənin də analı. Üzr istəyirəm qardaş. Yəni biz bilirik də, biz hamımız kişiyi görmüşük biz bunu. Ona görə də yəni hələ söhbət burada Rasulullah sallallahu aleyhi və səlləmin zövcələrindən gedir. Yəni başqa adamdan getmir, başqa bir kişidən getmir. Ona görə də mən bax bu şeylərə qarşıyam. Yəni o radikal da deyirsən, aqressiv deyirsən, mən ona qarşıyam. İstəyir belə gözümün bəbəyi olsun. Yox, ona zaten o var. Orada radikalam. Orada mənə pol radikal deyə bilərsən. Onun mən xanım Ayşə haqqında, xanım Ayşənin müdafiəsinə məsələn qalxana platformada o özünə rafizi deyənlərə cəmaət elə bilir ki, mən əqidəmi dəyişib əhl-i-sünnə olmuşum. Çünki məsələn dedilər ki, belə, qayıdım dedim ki, okey, Allah uzaq eləsin, əstəğfurullah. Xanım Ayşəni bu iddiamlandırırsan, düz dedi, bəli. Dedim, Quranda ayə də var da, Peyğəmbər zövcə möminlərin anasıdır. Tutaq ki, bu öz dövrünə aiddir, bizim etiqada görə. Okey, həmən vaxtda İmam Əli mömin idi, deyir mömindir. Dedim, İmam Əli mömin olduğuna görə, Quran ayəsi hüccətliyinə görə, İmam Əli əleyhissalamın anası sayılır, dedi sayılır. Dedim, insan İmam Əli əleyhissalamın niyə anasını təhqir edirsən, axı sən şiyəsən? Deyirlər, sən sünnə olmuşsan. Qardaş, mən sünnə olmamışam, mən düzə-düz səhvəm. Bu şey düzdürsə, okey, düzdür. Bu şey səhvsə, o şey səhvdir. Düzün başına əymək olmur ki. Bizdə o biabırçılıqdır. Bəli, bizdə bəziləri var ki, həqiqətən özünü tələb edənlər də var. Çıxırlar ağızdan gələn danışırlar. Adama deyirlər, mən sən anan, bacın, yaxın haqqında çıxsam, müzakirə eləsəm, xoşuna gələrmi? Gəlməz. Ya sənin qeyrətin Peyğəmbər qeyrətindən güclüdürmü? Sən kimsən? Çox mundar bir şeydir, rəzil bir insandır. Yəni ümumiyyətlə o adam kimdir? Onu kim edirsə öz anasından yəni dəyər vermir, anasının qədrini bilmir, anasını söydürən bir insandır. Nəysə, Allah bizdən uzaq eləsin, nə bilim. Mən borçlu onu dedim ki, yəni o problem yoxdur qardaşım. Halal elmi vaxtınızı. Var, halal olsun. Amin cümləmizə. Mənlik qulluğu tapşırılır. Sənin sağlığın qardaşım, sağ ol. Var olun, tanış olmamızı şad olun inşallah. Mən də şad olum qardaş. Oldu, danışarım inşallah. Oldu. Sağ olun.